Bundan çörək bişirəcəm özümə. Noxud aldım, bununla da çörək bişirəcəm özüm üçün. Sağlam çörəklər, burger. Biraz da xurma aldım çəkiliş üçün. Belə bir xurma aldım. Tunis xurması. Instagram üçün reels çəkəcəm. Bu arada Instagramı burada yerləşdirəcəm. Başlamışam artıq orada da aktiv olmağa. Neçə vaxtdır mətbəx təmizliyi etmirdim. İndi istəyirəm sizlə birlikdə edək. Dolabları açıq qoydum ki, göstərim. Birinci paltaryanı qoşacağım. Ondan sonra ilk buradan başlayayım. Burada da artıq şeylər var. Necə gəldi qoymuşam. Heç neçə vaxtdır da əl vurmuram. Burada da atlası şeylər var. Başqa yerə qoyulası əşyalar var. Daha sonra bunun da içini düzenləyəcəm. Dağınıqda altını da təmizləyim. Hələ ki qalsın belə. Və bir də buranı da eləyəcəm. Burada dağınıq oldu. Bura əlavə stəkanlar bəlkə bakalı qoyuram. Bir də tort ləvazimatlarını yığıram. Ən çox burada dağılıb. Sonra qaşı olan bölümü də burada sərgəsizlikdir orada. Onlar da bəziləri aşağı qoyulacaq. Necə gəldi qoymuşam. Burada da dağınıqdır. Özüm dağıtmıram, uşaqlar dağıdır. Mənim özümdən olsa səliqəli qalar. Burada da dəsmal var, klok. Dərindir, hündürlüyü çoxdur. Ona görə ayarlaya bilmirəm ki, necə bir şey alın bura ki. Rəylərdə fikrinizi bölüşün. Kim əgər ora maraqlı bir məhsul alıbsa, hardan alıbsa, qeyd etsin, mən də yararlanım. Daha sonra burada da biraz düzensizlik var. Onları yığışdıracağım buranda. Burada çox da sərgəsizlik yoxdur, amma bəzi şeylər var ki, qablara yığılmalıdır. Hansı ki, budur. Burada arxada var. Ondan sonra yuxarıdakı qablar da oraya yerləşəcək. Təmizləyim. Bunlar təmizləyə bilmirəm. Cızılır, ona görə bunlar qalıb orada. Əsas bura. Bura çox sərgəsizdir, çox qazanlar, qablar. Yəni iç-içə. Hər şey yerinə qoyulmalıdır. Çox dağılıb da yəni. Soyucunu başqa bir günə saxlayacağım. Bəzi düzənləyicilər var, almalıyam. İstinə baxın. Alandan sonra buranın soyucunu başqa bir videoda paylaşacağım. Belə başlayaq. Bismillah. Buranın izi olmağı biz birinci mərtəbədə qalırıq, küncdür. Oradan nəmləri, yəni silirəm də getmir. Buranı qəşəng silim. Ondan sonra qabları yerləşdirək. Özür getməyə kəsə. Mikseri qoydum. Bura tez-tez lazım olur. Blenderdə qoyacağım. Başqa nə varsa yerləşdirim bura. Yalnız ədviyyatları bura, bir də o biri tərəfə. Türkanı bura qoyuram, bitdi. Yəni burayla işim bitdi.
Çayını yuxarıdan düşürdüm aşağı, çünki o lazım olur tez-tez. Belə, buranı təmizlədim, qapını da təmizlədim. Bura bitdi. Yəni də üzünü silib. Bu salfetkalar o qədər yaxşıdır ki, göstərəcəm indi onun tərkibini. Tərtəmiz elmə belə. Sirkə tərkiblidir. Çox qəşəng təmizləyir. İstifadə etdiyim salfetka budur. Üzərində yazılıb da nə üçün istifadə etmək. Bu isə qaz üçün yoxlamışam, çox gözəl təmizləyir. Qaz, aspirator, duxovka. Görürsünüz nə qəşəng təmizləyir. Qabları yudum bitirdim. Bir-bir çəkmədim ki, uzun olmasın video, sizi də sıxmasın, yorucu olmasın. Qazın üstü tərtəmiz oldu. Gördünüz, qaz üstü təmizləyən salfetka çox qəşəngdir. Keçək qabları yerləşdirməyə yorulmuş qabları sevgilim yerləşdirim. Sərgəli qabları da sildim, yerləşdirdim. Hazırdır bura. Hər iki göz tərtəmiz oldu. Buranı da təmizlədim. Çəkim.
Buraları qəşəng-qəşəng sildim. Qabları da sildim, yenidən yerləşdirdim düzənli olaraq. Buranı da həmçinin çox da dərin çəkiliş eləmədim ki, yormayım sizi. Bura isə zaten təmiz idi, yeni təmizləmişdim, amma yenə də bir dənə gözdən keçirtdim buranı da. Yəni silməyə ehtiyac yox idi, çünki təzəlikcən işiniyyət ləvazimatları alıb yerləşdirmişdim. Burada da düzənlədim. Qarışmışdı qab qazanlar hamısı bir-birinə. Burada qışlıq şeylər yığmışam. Bəziləri soyuducudadır, bəzilərini də bura qoymuşam. Şpilkada, böyük qazanlarda aşağıda. Buranı da qəşəng təmizlədim. Bu gözü də səliqəyə saldım. Bir dənə çox balaca ədviyyat qab istəyirəm, çox balaca. Yəni böyükləri istəmirəm, yer tutur. Balaca limon tozudur, darçın tozudur, sarımsaq tozu, onları qoymaq üçün onu da almağı düşünürəm. 5 dənə, 6 dənə balaca ədviyyat qabı. Burada belə təmiz sildim. Demək olar ki, bütün dolablar hamısını təmizləndi. Burada da meyvə qurdan vardı, onu götürdüm. Hələ ki lazım deyil. Meyvə qurdan vaxtı gətirəcəm. Gündəlik o istifadə olunmur. Amma bu gündəlik istifadə olunur deyə bu qaldı. Demək olar ki, yuxarıları hamısını təmizlədim. Burada həmçinin tərtəmiz. Belə. Masanı da təmizlədim. Hər şey yerli yerində. Bir dənə qaldı buranı təmizləmək. İndi buranı da qəşəng sərgəli boşaldıb, təmizləyib yerləşdirəcəm. Onu da koridordakı şkafa qoyacağım. Kartoflar falan yerləşdirəcəm. Buranı da sərgəli düzənlədim. Aşağıda köhnə kartoflar da var, qabağa salacağım. Bunlar təzələrdir.